Əsərlərdə obrazları təhlil eləyirdim, əsərlərdəki obrazları müqayisə eləyirdim. Mən gecələri daha çox oxuyurdum dərs. Yadıma düşür bu. Adama deyərlər ki, gündüz vaxtın var da, niyə gecə oxuyursan? Təkrar biliyin anasıdır. Mən bu fikrə abituriyent vaxtından da çox inanıram. Amma əslində biz belə deyirik, biz güya 8 saat yatırdıq. Elə də belə ağıllı. Və indi növbəti hədəfiniz blok imtahanıdır. Necə çatdıracam, necə bacaracam, alınacaq deyə düşüncələr ağlımızda əlbəttə ki yaranır. Bu videoda ən çox 3-cü qruplar haqqında danışacağam, çünki özüm 3-cü qrup olmuşam. Yayım. Salam uşaqlar, bilirəm ki imtahan yaxınlaşır və imtahan yaxınlaşdıqca hər kəsdə stres çoxalır. İndi isə çaylarınızı qarşınıza qoyun və bu videonu başdan sona qədər izləyin, çünki bu videoda sizləri motivasiya eləyəcəyik və imtahana daha da fokuslandıracağıq. Buraxılış imtahanı hər bir abituriyentə aid olan bir imtahandır. Bəziləri buradan aşağı nəticə əldə eləyir, bəziləri yuxarı nəticə əldə eləyir, bəziləri normal nəticə əldə eləyir. Yuxarı nəticə əldə eləyənlərin çoxları artıq blok imtahanına çox da belə hazırlaşmır. Bu da düzgün deyil bu arada və aşağı nəticə eləyənlər də həvəsdən düşür, blok imtahanına bəziləri hazırlaşmır. Bu da düzgün deyil. Yəni nə olursa olsun, yaxşı başlayıb, yaxşı da tamamlamaq lazımdır ki, sonra heç bir peşmançılıq yaşamayasınız. Çünki bu yoldan hər birimiz keçir. İmtahandan aşağı nəticə əldə etmək dünyanın sonu deyil. Bu dünyada nə qədər insanlar görmüşük gəlib keçən ki, hər bir şey imtahandan asılı deyil. Yəni demək istəyirəm ki, kitabları həyatınızda çox görəcəksiniz yaşadığınız müddət ərzində. Ona görə heç də stresslənməyə ehtiyac yoxdur. Düşünün ki, mən indi stres keçirdirəm. Bu stres nə vaxta kimi davam eləyəcək? Çünki universitetə qəbul olandan sonra da onsuz da dərs oxuyacaqsınız. Bunun yəni deyimsiz və dürüst formada həqiqətən də universitetə daxil olandan sonra heç nə bitmir. Yenə də oxumağa davam eləyirsiniz. Amma abituriyent vaxtınızdakı o çətin anlar əlbəttə ki bitir. Çünki abituriyent vaxtında sizin üstünüzdə cəmiyyət tərəfindən bir baskı olur. Yəni nə qədər də istəməsək, yəni bu baskı bəzən insanı gərə də bilir. Bəzən cəmiyyət tərəfindən baskı abituriyentlərin, hətta abituriyent deməyək, insanlar da deyə bilərik ki, onların imtahanda yaxşı nəticə əldə edə bilməməsinə gətirib çıxardır. Məsələn, biz ən çox eşidirik ki, deyirlər, imtahanı verdim, bildiyim sual idi, eləyə bilmədim. Bu nədən irəli gəlir? Cəmiyyət nə deyər? Qorxusundan irəli gəlir. Həyəcan yaradır bu insanlarda. Amma abituriyentlərə bunu demək istəyirəm ki, heç də cəmiyyət nə deyər, insanlar nə deyər qorxusu ilə, stresi ilə yaşamayın. Çünki inanın, onlar bir anlıq sizinlə maraqlansalar belə, biraz keçəcək üstündən heç yadlarına düşməyəsiniz. Çünki özlərinin də problemləri, həyatları olduğuna görə bunu nəzərdə saxlamaq lazımdır ki, yəni sizin həyatınız sizindir. Yəni siz sadəcə özünüzü düşünün, özünüz üçün fokuslanın, özünüzü inkişaf elətdirməyə çalışın. Bu videoda ən çox 3-cü qruplar haqqında danışacağam. Çünki özüm 3-cü qrup olmuşam və bu qrupa daha çox hakiməm deyə bu qrupdakı fənləri necə hazırlamaq olar, onlar haqqında danışacağıq. Abituriyentlərin daha çox verdiyi suallardan biri də tarixi necə öyrənək? Tarixi öyrənməklə bağlı çox suallar gəlir. Yəni üsullar axtarırlar. Əslində bəzən deyirlər ki, tarix əzbərçilikdir. Mən bu fikirlə razı deyiləm qətiyyən. Çünki əzbərçilik anlayışı ümumiyyətcə bir müddət sonra yaddan çıxılıb gedən bir şeydir. Ona görə nə fəni olur olsun, çalışın o fəni dərk eləyin. Yəni əlbəttə ki, yəqin ki, bunu ilk mən demirəm, çox insanlar deyir. Tarixi oxuyanda özümdə maraq yaratmağa çalışırdım. Yəni sanki nağıl oxuyurmuşam kimi oxuyurdum. Bir də belə bir üsulda deyə bilərəm ki, çalışın fənni oxuduqca özünüzə izah eləyin. Yəni özünüzün müəllimi kimi özünüzə izah eləyin. Onda o fən daha yaxşı yadınızda qalacaq. Bu təcrübələrdən keçirilmiş bir üsuldur. Yəni mən özüm bunu eləmişəm. Həqiqətən də çox yaxşıdır. Mövzunu öyrənmək üçün, daha yaxşı anlamaq üçün konspektlərdən də istifadə etmək olar. Bu fikirlə də razıyam. Yəni konspektlər hazırlayan vaxtı rəngli qələmlərdən istifadə eləsəniz bu daha yaxşı olar. Məsələn, rəng kodlaşması deyilən bir şey var. Siyasəti fərqli rənglə qeyd eləyin, illəri fərqli rənglə qeyd eləyin. Hər bir sahəyə bir rəng eləyin. Onda o rənglə sizin artıq o yadınıza qalacaq da belə deyim, daha yaxşı olacaq.
Üçüncü qrupun digər önəmli fənlərindən biri olan ədəbiyyat fənnidir. Bu haqqda da məlumat verim. Ədəbiyyatda bizə lazım olan əsərlərdən çox, yəni son vaxtlar, indi bilmirəm, bəlkə bu il fərqli oldu, amma son illərdə ən çox imtahana düşən sual əsərlərlə bağlı olur. Yəni şairlərin, yazıçıların yaradıcılığına çox yer verilmir. Mən öz hazırlaşma üsulumu sizə demək istəyirəm. Abituriyent vaxtı ədəbiyyatdan dəftər tutmuşdum. Əsərləri oxuyub bitirəndən sonra mütləq o əsərlə bağlı öz qeydlərimi götürürdüm. Yəni əsərlərdə obrazları təhlil eləyirdim, əsərlərdəki obrazları müqayisə eləyirdim. Eyni zamanda əsərləri oxuyanda çalışın, onu maraqla oxuyun, gözünüzün qarşısında canlandırın, bir kino, film kimi canlandırın. Çünki ədəbiyyat bunu tələb eləyir. Və hətta onu da deyərdim ki, bəzən əsərlər əlbəttə ki, maraqsız gələ bilər sizə. Çünki yəni mənim özüm də bu yoldan keçmişəm deyə bilirəm. Buna görə həmin o əsərlərin teatr versiyaları, tamaşa versiyaları var internetdə və ya filmləri var. Oturub filminə baxsanız, bir dəfə də oxusanız, əsər məncə kifayət eləyəcək sizə. Yəni 2 illik də kifayət eləyəcək. Sonra təkrar da istəsəz oxuya bilərsiniz. Abituriyentlərin ən çox verdiyi suallardan biri günün hansı saatı imtahana hazırlaşsaq daha əlverişli olar sualıdır. Mən öz elədiyimi sizə açıqcası tövsiyə eləmirəm. Mən gecələri daha çox oxuyurdum dərs. Yadıma düşür bu. Gecələri mən daha çox oxuyurdum. Yəni gündüz oxumurdum, gecə başlayırdım oxumağa. Adama deyərlər ki, gündüz vaxtın var da, niyə gecə oxuyursan? Çünki gecə daha yaxşı fokuslana bilirdik də. Yəni söhbət eləməyə insan olmurdu. Yəni tək başına özünlə oturursan deyə mənə maraqlı gəlirdi. Amma sizin üçün səhəri daha çox tövsiyə eləyirəm. Çünki nə qədər də olmasa, gecə tez yatıb səhər tezdən durub dərs oxumaq öncədən də hər birimizə məlumdur ki, bu daha verimli bir şeydir. Məndə də olubdu bu, yoxlamışam. Yəni səhər 5-dən durub oxuduğum vaxtlar olubdu. Həqiqətən də çox yaxşı olur. Bir də digər bizə ən çox bal verən fənlərdən biri Azərbaycan dili fənidir. Eyni zamanda siz bu fəni həm buraxılış imtahanından vermisiniz, həm də blok imtahanından 3-cü qrupların ən önəmli fənlərindən biridir. Buraxılış imtahanı ilə blok imtahanındakı Azərbaycan dili fənləri arasında fərqlər çoxdur. Fərq ondan ibarətdir ki, siz buraxılışda mətndən verirdiniz, mətnlərə daha çox yer ayırırdınız. Çünki mətnlər çox bal verirdi. Amma blokda qrammatika daha çox bal verir. 30 sualdan 3 dənəsi situasiya sualları olur, qalan 27 dənə qrammatika olur. Hə, bu da çoxlarımıza məlumdur. 3 deyəsən situasiya çox bal verirdi, yoxsa qrammatika? Çox verirdi. Qrammatika daha çoxdur, amma situasiyada önəmli idi. Doğrudan. Elədir, yaddan çıxıb gedib. Situasiyanın da xüsusi kitabları olur. Bu Dövlət İmtahan Mərkəzinin kitabının arxasında da olur mətnlər. Onları birinci tövsiyə eləyirəm sizə yazmağı. Çünki Dövlət İmtahan Mərkəzindən imtahan verirsinizsə, əlbəttə ki, onun kitabını mükəmməl səviyyədə bilməlisiniz. Çünki struktur o formada düşür həqiqətən də. Bir də fənlərdən çalışın Dövlət İmtahan Mərkəzinin kitablarını mütləq bitirin, yəni DİM-in kitablarını mütləq bitirin. Çünki nə olursa olsun o suallara bənzər suallar düşür imtahana. Bir də çalışın qarşınıza real məqsədlər qoyun. Məsələn, səhər durdunuz, hansısa bir fəndən, tutaq ki, tarixdən qarşınıza 100 sual hədəfi qoyun. Günün sonuna qədər o sualı bitirməyə çalışın. Tək tarixə əlbəttə ki, yer ayırmayın. Başqa fənləri də o formada yerinə yetirin. Fikirləşin ki, müvəqqəti formada oxuyacağam, sonra azad bir insan olacağam və yaxşı yerlərdə təhsil alacağam, gələcəyimi quracağam. Bunları düşünərəkdən özünüzü motivasiya eləyin. Bir də arxa kadrda oturan insan abituriyent vaxtı sınaqlara çox yer verirdi. Yəni bayaqdan da özü deyir onu, özünü öldürür ki, sınaqları da vurğula. Həqiqətən də elədir. Sınaqlara çox yer ayırın. Yəni təkcə sınaq imtahanlarına getməyin, evdə də özünüz üçün sınaq kitabları alın və ya internet vasitəsindən də əldə edə bilərsiniz. Biz elə eləyirdik məsələn. Girirdik müəyyən sosial medialardan testlər tapırdıq, çap eləyirdik və evdə oturub vaxt qoyub o formada sınaqlar işləyirdik. Bilirəm ki, bəzilərinizin buna həvəsi olmur. Çünki bu yoldan biz də keçmişik. Yəni bəzən insan məcburluq hiss eləyirik, çünki hədəf var qarşımızda, yerinə yetirməliyik o hədəfləri.
Müəyyən vaxtdan sonra imtahana az qalmış, insan özündə tükənmişlik də hiss eləyir. Tükənmişlik hiss eləməyin. Çünki tükənmişlik hiss eləyib sonra peşman olasınız. Eləməyin o tükənmişliyi qətiyyən. Yaxşı hazırlaşın dostlar. Önəmli məsələlərdən biri istirahətdir. Özünüzü çox sıxmayın qətiyyən. Yəni mən bunu yaşamışam, özümü çox sıxırdım. Məsələn, istirahət eləyəndə insanın ağlına gəlir ki, ay da mən dərs oxumadım, vsyo, bitdi hər bir şey, yəni artıq qurtardı. Hə, narahatçılıq hissini qəti buraxın. Yəni həyat qısadır da, bunu da nəzərə alın. Hər bir şey imtahan deyil, yenə də deyirəm. Sizə necə rahatdır, elə hərəkət eləyin. Oxudunuz, bitirdiniz, özünüzdə yorğunçuluq hiss eləyirsinizsə, özünüzü qətiyyən məcbur eləməyin. Çünki özünüzü məcbur elədiyiniz dərslər tez yadınızdan çıxıb gedəcək, o verimli olmayacaq sizə. Nə vaxt ki, özünüzü tam hazır hiss elədiniz, o zaman keçin kitabların qarşısına və deyin ki, mən oxuyacağam və bu qədər. Ara vermək çox vacibdir, beyin dincəlməlidir, beynin də yaşamağa haqqı var. Bir də sosial medialarla bağlı da suallar gəlir ki, sosial medialara nə dərəcədə vaxt ayırmalıyıq, heç girməməliyik, yoxsa günün müəyyən vaxtı istifadə edə bilərik? Belə bir şey deyim ki, yəni heç girməmək kimi bir şey qoymayın qarşınıza, elə bir şey yoxdur. Çünki siz yəni bir neçə il boyunca imtahana hazırlaşırsınız. Sosial mediadan da istifadə edə bilməmək kimi bir şey olmur. Çünki ən azından müəllimlər tərəfindən ora atılan mesajlar olur və siz yenə də telefondan istifadə etməli olursunuz və yenə də sosial media əlinizin altında olur deyə o sizi çəkir də, əlbəttə ki, mən girməliyəm. Ona görə istirahət elədiyiniz vaxt ərzində sosial mediadan istifadə edə bilərsiniz. Amma sadəcə günün çox hissəsini dərsə ayırın, müəyyən qismini də istirahət üçün sosial medialara ayırın. Başqa nə danışaq? Başqa nə? Haqqın Nəysə. Demək olar çox şeylər haqqında sizə məlumat verməyə çalışdım. Yəni fənlər haqqında da məlumat verdim. Blokda 3 fən var. 3 fənə böyük güclə hazırlaşın. Təkcə 3-cü qrupa aid edilmir, digər qruplara da əlbəttə ki, indi biz 3-cü qrup olmuşuq deyə 3-cü qruplar haqqında daha çox danışdıq. Ümumi olaraq abituriyentlərə onu demək istəyirik ki, heç nəyin başını buraxmayın, heç nə gec deyil, davam eləyin sona qədər. Bunu bayaqdan deyirəm. Siz bacaracaqsınız. Bacaracaqsınız əlbəttə ki, çünki yəni sizin əgər istəyiniz varsa ürəyinizdə, əgər xəyallarınız varsa, deməli olacağı da var. Bu qədər. Əgər suallarınız varsa, yorumlara mütləq yazın, cavablamağa çalışacağıq və eyni zamanda digər sosial medialardan da bizi izləyin. Və kanala abunə olmağı unutmayın. Videonu da bəyəndinizsə, bunun kimi videoların gəlməyini istəyirsinizsə, like atmağı unutmayın. Sağ olun. Sağ olun.